Marnyoli Bələdiyyəsinin Sabir kəndində bir nəfər anamız və onun az yaşlı övladı çətin şəraitdə yaşayır. Biz onun yaşadığı yerdə olduq və buradan çəkdiyimiz reportajı sizə təqdim edirik. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Bugün biz Marnyoli Bələdiyyəsinin Sabir kəndindəyik. Buraya gəlmək səbəbimiz isə burada yaşayan Həsənovlar ailəsinin çətin bir durumda yaşamasıdır. Biz daima bilirsiniz ki, bu kimi ailələrə sizin vasitənizlə dəstək olmağa çalışmışıq və bundan öncə də bir neçə ailəyə bu formada dəstək olundu. Təbii yenə sizin dəstəyinizlə, sayənizdə. Bugün bax bu qarşısında dayandığımız bu gördüyünüz ev demək olmaz, buna bir dəyə kimi belə deyək, bir yaşayış yeridir. Burada bir anamız və eyni zamanda 15 yaşında da bir onun övladı yaşayır. Ailə başçısı müəyyən səbəblərdən həbsə düşübdür və hal-hazırda çətin bir durumda yaşayırlar. Ailənin həm borcu var, həm müəyyən çətinlikləri var. Şərait ümumiyyətlə demək olar ki, sıfır səviyyəsindədir, şərait yoxdur. Biz əlbəttə burada müraciət edirik ki, bu ailəyə yardım, dəstək yığılarsa, bu ailə üçün müəyyən bir şəraitin yaradılmasına şəxsən biz çalışacaq və bunu yerinə yetirəcəyik. Əlbəttə mən istəmirəm bəzi etik normalara görə uşağı sizə göstərəm. 15 yaşında eləcə də anamızı göstərmək istəmədik. Ekranlarınızda hesab nömrəsi görəcəksiniz. Dəstək olun ki, bu ailə üçün bir şərait qurulsun. İndi ev, böyük bir ev olmasa da, amma kiçik bir yaşayış üçün şəraiti olan bir tikintinin aparılmasına çalışacaq və təbii sizin köməyinizlə. Bəli, əziz tamaşaçılarımız, bugünədək sizlərə nə qədər müraciət etmişiksə, hamısında bizi tək qoymamısınız və ehtiyaclı ailələrə yardım etmişsiniz. Sizin sayənizdə istər xəstə uşaqların sağlamlığına qovuşmasına, istərsə də ehtiyaclı ailələrə yardımlar etmişik. Bizim bu müraciətimizi də bilirəm ki, ən azı 70-80 min insan izləyəcək. Təsəvvür edin ki, əgər siz hərəniz ən azı 2, 3, 5, 10 və s. ları köçürərsinizsə, biz həqiqətən bu ehtiyaclı ailəyə kömək edə bilərik. Məqsədimiz isə bu ailənin şəraitini yaxşılaşdırmaqdır. Ehtiyaclı ailəyə kömək etmək istəyənlər ekranlarda gördüyünüz bank hesablarına köçürmələr edə bilərsiniz.